Salam, hörmətli müəllimlər. Time Testmark 2026-dan birinci bölmənin izahına başlayırıq. Birinci sualda deyir ki, təhsil alanların vəzifələrini seçin. Vəzifə ilə hüququ necə ayırd edirik? Deməli, baxırıq ki, harda bir borcluluq, bir məsuliyyət varsa, orada vəzifədir. Harda bir sərbəstlik varsa, orada hüquqdur. Dövlət, cəmiyyət, ailə və özü qarşısında öz məsuliyyətini dərk etmək. Bu olacaqdır vəzifə. Etik davranış qaydaları, pedaqoji etika artıq buradan məlumdur ki, söhbət təhsil verəndən gedir. Çünki pedaqoji etika, etik davranış qaydası bu müəllim fəaliyyətinə aiddir. Ona görə də bizim variantlarımızda olmayacaq. Təhsil alanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, bu da müəllimə aiddir, təhsil verənə aiddir ki, o təhsil alanı qorumalıdır. Deməli, 3 cavab versiyalarımızda olmayacaq. 1-4-ə baxsaq, 2 variant da var. Ona görə birbaşa 5-ə keçirəm. Valideynlərlə əməkdaşlıq etmək. Bu da təhsil verənlərə aiddir. 5 olan variantları da sildik. Gəlin 4-ü bir də oxuyaq, doğruluğuna əmin olaq. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək varsa bu vəzifədir, həm də şagirdə aiddir. Bir də şagird sağlam həyat tərzi keçirməyə borcludur. Cavabımız 1, 4, 6 A bəndi olacaq. İkinci sualı deyilir ki, müəllim valideynlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə biruzə verir. Hətta bu hal şagirdin nailiyyətinin qiymətləndirilməsinə də təsir edir. Əslində müəllim bunu biruzə verməməlidir. Çünki təhsil verən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai və siyasi mənsubiyyətinə görə təhsil alanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Təhsil verən özünün və ya maraqlı şəxslərin, mənafelərin vəzifə funksiyasının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalı. Amma biz burada görürük ki, valideynlə olan münasibət şagirdin qiymətinə, nailiyyətin qiymətləndirilməsinə təsir edibdir. Deməli, müəllim burada qərəzsizliyin tələbini pozmuşdur. Düzgün cavab D. Üçüncü sual deyir ki, doğru fikri müəyyən edin. Təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur. Bəli, bizim kurikulum sənədimizdə hər bir fən, o fənnin ümumi təlim nəticələri, hətta səviyyələr üzrə təlim nəticələri, onlar ayrı-ayrılıqda əks olunubdur. Fən kurikulumlarında standartlar müəllimlərə hazır şəkildə təqdim olunur. Cümlə yarımçıqdır. Burada əsas standart və yaxud alt standart olduğu deyilməli idi. Bir də standartların şərhi müəllimlərə açıq şəkildə təqdim olunur. Doğru deyil. Summativ qiymətləndirmənin əsas məqsədi müəllimin təlim fəaliyyətini müəyyənləşdirilməsinə müəllimin yox, şagirdin olmalıdır. Müəllimlər istədikləri şəkildə standartlarda dəyişiklik apara bilərlər. Xeyr, standart şagirdin qarşısına qoyulmuş dövlətin tələbidir. Məzmun xəttləri dərsin təlim nəticələrinin ifadə formalarından biridir. Bu yanlış variantdır, bu məzmun xətti deyil. Bu təlim məqsədləri ola bilər ki, nəticələrin ifadə formalarından biri kimi öncədən göstərək. Düzgün cavab oldu burada A bəndi. Dördüncü sualdakı müəllim tədris prosesində yeni mövzunu izah etsə də, şagirdlərə biliklərin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir. Həmçinin şagirdlərin dərsi necə mənimsədiklərini yoxlamır. Müəllim daha çox dərs prosesində özü danışır. Müəllim mərkəzli model şagirdlərin maraqlarını nəzərə almır. Şagird yönümlülüyün pozulması. Verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Doğru fikir. Müəllimin mədəni davranış etik prinsipinə əməl etmədiyi görülür. Yox, bu doğru deyil. Çünki mədəni davranış etik prinsipi o deməkdir ki, burada müəllim təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli, təmkinli olmalıdır. Biz burada nəzakət qaydalarının pozulduğunu görmürük. Müəllim xidmət fəaliyyətinə əlaqədar, ona bildirilmiş iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı, onları dəyərləndirməlidir. Və müəllimin xarici görkəmi, geyimi çalışdığı müəssisənin daxili intizam qaydalarına uyğun olmalıdır. Bu situasiyamızda biz elə bir məqam görmədik. Ona görə də 2 variantlarımızda olmayacaq. Biri də seçmişik deyə
İndi 3-ə baxıram. Müəllim vicdanlı davranış etik prinsipinə əməl etmədiyini müəyyənləşdirmək olar. Müəllim keyfiyyətli təhsil vermək hüququndan düzgün istifadə. Keyfiyyətli təhsil vermək hüquq deyil, vəzifədir. Elə 4 burada yanlışdır. Bir də 3-ə baxaq. Vicdanlı davranış nə deməkdir? Təhsil verən cəmiyyət və dövlətin marağı naminə öz fəaliyyətini keyfiyyətli və səmərəli yerinə yetirməyə borcludur. Və o hər bir şəxs üçün vicdanlıq nümunəsi olmalıdır. Biz də görürük ki, yuxarıda müəllim dərsini keyfiyyətli şəkildə tədris etmir. Buna görə də cavabımız 1, 3, B bəndi olacaq. 5-ci sualda bölmə üzrə summativ qiymətləndirmənin həyata keçirilməsinin məzmun xətti təmin edir. Xeyr, bu məzmun xətti deyil, standart olmalıdır. Alt standart dövlət tələbi olduğundan müəllim fəaliyyətində onu əsas götürməlidir. Bu doğru variantdır. Dərsin məqsədi keçiriləcək mövzular əsasında müəyyənləşir. Xeyr, dərsin məqsədi alt standartdan çıxır. Alt standartın dəyişməsi şagirdlərin onun tələbinə nə qədər cavab verdiyi ilə bağlıdır. Yox, alt standartlar ildən ilə dəyişməlidir və biz də çalışmalıyıq ki, şagirdlər onun tələbinə cavab versin. Müəllim alt standartı şagirdlərə təqdim etməklə onları dərsə cəlb etmək üçün müəllimin başqa alətləri var. Biz də şagirdlərə alt standart təqdim etmirik, alt standartdan çıxmış təlim nəticələrini təqdim edirik. Deməli, bu da doğru variant deyil. 6-da kurikulumla bağlı verilənlərdən hansı yanlışdır? Təhsil proqramı tərtib edilərkən diqqət edilməli məqamlardan biri şagirdin fərdi ehtiyaclarının nəzərə alınmasıdır. Doğru fikir. Təhsil proqramı dövrün tələbinə uyğun baş verən yenilikləri məzmuna daxil etməlidir. Təhsil proqramında məzmunun həyatla sistemli şəkildə əlaqələndirilməsi, yəni inteqrasiya vacib məqamlardandır. Təhsil proqramının sabit olması sabit deyil, təhsil proqramı dəyişkəndir. Onun tətbiqinə verilən əsas tələblərdəndir bu deyil. Təhsil proqramının əsas prinsiplərindən biri nəticə yönümlülükdür. Bu da doğru variant. Təhsil proqramının özünə qoyulan tələblər var. Onun aydın məqsədləri olmalıdır. Günün tələblərinə cavab verməlidir. Şagirdin bugünkü və gələcək həyatları, təcrübələri, arzu və istəyinə uyğun olmalıdır. Ədalətli, inklüziv olmalıdır. Şagird yönümlü olmalı. Açıq və çevik olmalıdır ki, yenilikləri ora inteqrasiya edə bilək. Həmçinin ardıcıl və əlaqəli olmalıdır. Deməli, açıq və çevik olmağı ona gətirib çıxardır ki, orada tez-tez dəyişiklik etmək olar. O da D bəndi ilə uzlaşmır. Deyir ki, sabit olmalıdır. Buna görə də cavabımız 7-ci sualda deyilir ki, bir müddətdir ki, şagirdin dərsə davamiyyətində qeyri-stabillik müşahidə edilir. Müəllim bu haqda məlumatlı olsa da heç bir tədbir görmür. Verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur? Burada şagird də vəzifəsini pozur, müəllim də. Şagirdin hüquq və vəzifələrini bir yadımıza salaq. Şagirdin hüquqlarına aiddir. Sağlam bir şəraitdə, mənəvi psixoloji cəhətdən sağlam bir mühitdə dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq, təhsil müəssisəsini, tədris dilini, xarici dili, təmayülü, dərsdən kənar məşğələləri sərbəst seçmək, dərsliklərlə pulsuz təmin olunmaq, biliyinin yenidən qiymətləndirilməsini tələb etmək, təhsil prosesinin təşkil və idarə olunmasına fəal iştirak edib öz fikirlərini, mülahizələrini sərbəst ifadə etmək, şərəf və ləyaqətini aşağılayan hallardan müdafiə olunmaq, psixoloji yardım almaq, məktəbin infrastrukturundan istifadə etmək, məktəbdən kənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək, məktəbin ictimai, sosial, mədəni həyatında iştirak etmək, təhsillə bağlı inkişaf yönümlü tədbirlərdə, olimpiyada, bilik yarışları, fən müsabiqələrində iştirak etmək, bu könüllüdür, yəni və qanunda nəzərdə tutulmuş digər hüquqlardan istifadə. Vəzifələrə aiddir, dövlət təhsil standartına uyğun bilik, bacarıq vərdişlərə yiyələnmək, üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında keyfiyyətlə yerinə yetirmək, müəssisənin nizamnaməsinə, daxili nizam qaydalarına əməl etmək, pedaqoji işçilərə, bütün insanlara hörmətlə yanaşmaq, dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk eləmək, məktəb yoldaşları ilə əməkdaşlıq etmək, baxın, yadda saxlayın, əməkdaşlıq həm də şagirdin vəzifəsində var. Sağlam həyat tərzi keçirmək və qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Biz də görürük ki, bu vəzifələrdən üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verməmək. Bax, bu vəzifəni şagird bu situasiyada pozubdur, dərsə davamiyyətində qeyri-stabillik müşahidə olunur. İndi baxaq müəllimə.
Müəllimin vəzifələrinə aiddir. Təhlükəsiz və normal təhsil şəraitinə bağışlayın, hüquqdur bunlar. Təhlükəsiz və normal təhsil şəraitinə təmin olunmaq, nizamnamaya uyğun olaraq təhsil müəssisəsində təşkil və idarədə iştirak edib təklif vermək, şərəf və ləyaqətin hörmətlə yanaşılmasını tələb etmək, tədrisin forma metod vasitələrini sərbəst seçmək, yeni ixtisas almaq, staj keçmək, ixtisas elmi dərəcəsini yüksəltmək, mükafatlandırılmaq, təltif olunmaq, vəzifə tutmaq, seçmək, seçilmək, vəzifələrinə aiddir, qanunla müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək, təhsil proqramlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək, ixtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri mənimsəyib və tətbiq etmək, məktəbin daxili intizam qaydalarına əməl etmək, təhsil alanlarda Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, dövlət rəmzləri, xalqın tarixi, mədəniyyəti, dili, adət-ənənəsinə hörmət və qayğı hissi aşılamaq, fəal vətəndaş mövqeyi formalaşdırmaq, etik davranış qaydaları, pedaqoji etika, əxlaq normalarına riayət etmək və təhsil alanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin, sağlamlığının mühafizəsində iştirak etmək, əlavə məşğələlər, sinifdən xaric, məktəbdən kənar tədbirlər keçirmək, valideynlə əlaqə yaratmaq, məktəb rəhbərliyi ilə məsləhətləşmələr aparmaq, həmçinin psixoloq və həmkarları ilə əməkdaşlıq etmək. Bunlar indi burada deməli müəllim də şagirdin davamiyyətinin zəifliyini bilir, amma bununla bağlı heç bir tədbir görməyib. İndi variantlara baxaq. Şagirdi artıq müəyyənləşdirmişik ki, bu üzürsüz səbəblərdən dərsdən yayınma halı. Bu bizim iki variantımız da var, həm B-də, həm də D-də. Baxaq indi müəllimə. Müəllim həm də burada yazıb ki, hüququnu pozur. Bu hüquq deyil, vəzifədir. Müəllim isə vicdanlılıq etik prinsipini pozur. Deməli, müəllim öz işinə keyfiyyətli yanaşmayıb, səmərəli yanaşmayıb. Ona görə də vicdanlılıq burada pozulubdur. Cavab D bəndi olacaq. 8-ci sualda sinifdə şagirdlər arasında konflikt yaranır. Müəllim konflikti müşahidə etsə də heç bir reaksiya vermir. Verilmiş situasiyada müəllimin davranışı haqqında nə demək olar? Demək olar ki, müəllim o sinifdə şagirdlərin təhlükəsizliyini qorumur. Bax, A-da yazıb ki, fəal vətəndaş mövqeyi formalaşdırmaq, ondan bəhs olunmur. Məktəb rəhbərliyi və psixoloqun əməkdaşlığa ehtiyac yoxdur. Hələ ki, pedaqoji etika, əxlaq normalarına əməl etmək vəzifəsini bunu da görmürük. Valideynlərlə əməkdaşlığı görmürük. Müəllim təhsil alanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək kimi bir vəzifəsi var, amma onu yerinə yetirməyib. 9-da deyir ki, fən kurikulumunda alt standartın dəyişməsi, yəni bilirik ki, ildən ilə keçdikcə daha da dərinləşir, mürəkkəbləşir və bu bilik və bacarıqların mürəkkəbləşməsindən asılıdır olmalıdır, asılı deyil yazılıb. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək təhsil verənin hüququ yox, vəzifəsi olmalıdır. Tələb yönümlü şagirdin gün ərzindəki dərsləri, müəllimin izahatları və dərslikdən istifadəsi əsasında öyrənməsidir. Bu xeyr, doğru deyil. Tələb yönümlülük milli kurikulumun prinsiplərindən biridir. Oradakı prinsiplər şagird yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük, integrativlik, tələb yönümlülük və qiymətləndirmə standartının olması idi. Bax, yadda saxlayın milli kurikulumun prinsiplərini. Şagird yönümlülük belə idi ki, təhsil sahəsində fəaliyyətlər şagirdlərin mənafiyi, maraq və tələbatının ödənilməsinə, istedad və qabiliyyətinin reallaşmasına xidmət eləməlidir. Şəxsiyyət yönümlülükdə belə idi ki, təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında onlarda həyatı bacarıqlarını inkişaf elətdirmək və milli bəşəri dəyərlər formalaşdırmaq lazımdır. Nəticə yönümlülük odur ki, nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsi. İntegrativlik, təhsilin məzmun komponentlərinin bir-biri və həyatla əlaqəsi olmalıdır. Tələb yönümlülükdə belə idi ki, fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatını nəzərə almaq lazımdır. Qiymətlənmə standartı isə təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Bunlar bizim milli kurikulumumuzun 6 prinsipidir. Deməli, C düz deyil. Müəllimlər təhsil qanununun tələbinə uyğun olaraq alt standartda dəyişiklik edə bilərlər. Bu doğru yanaşma deyil. Tədris olunan mövzular şagirdlərdə tələb olunan bilik və bacarıqları formalaşdırmaq üçün bir vasitədir. Bu doğrudur.
Təhsil qanununun tələbində elə bir şey yoxdur ki, müəllim standartda dəyişiklik eləsin və standartlar da müəllimə dövlət tərəfindən verilir, müəyyənləşdirilir. Yəni standartları dövlət müəllimin də deyil, şagirdin qarşısına qoyubdur. Şagird orada verilənlərə nail olmalıdır. Dövlət də şagirdin qarşısına belə bir tələb qoyduğuna görə müəllim onda dəyişiklik edə bilmir. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Müəllim, şagird və valideynlərlə ünsiyyət zamanı xoşagəlməz zarafatlardan və vulqar sözlərdən istifadə edir. Əslində, müəllim öz nitqində nəzakətli olmalıdır. Bu, mədəni davranışın tələblərindən biridir. Əgər vulqar sözlərdən istifadə edirsə, deməli, mədəni davranışın tələbi pozulubdur. Bu doğrudur. Sinifdə ailə daxili problemi olan risk qrupuna daxil şagird oxuyur. Buna görə müəllim bu uşağa münasibəti mənfidir. Deməli, burada da müəllim şagirdə qərəzsiz yanaşmalıdır, amma qərəz göstərir. Amma bunu bizə izah ediblər. İnsan hüquq və azadlığına hörmət və tələbin pozulması. Ona görə doğru cavab deyil deyə 2-ni götürmürük. Yanlışın altına da yanlış fikir seçməliyik. Sinifdə şagirddən 2 yaş böyük olan şagirdi hər kəs məsxərəyə qoyur, yəni lağ edir. Müəllim isə bu zaman şagirdlərə heç bir irad bildirmir. Burada müəllim şagirdi psixoloji baskından qorumalıdır, amma qorumur. Və yazıb ki, mədəni davranış tələbinin pozulmasıdır. Biz burada görürük ki, müəllim öz işini keyfiyyətlə icra eləmir. Bu, vicdanlı davranışın pozulmasıdır. Yanlışdır, elə yanlışın altında da yer alıb deyə biz bunu götürəcəyik. Cavabımız olmalıdır 1-3A bəndi, amma 4-ü də oxuyaq. Müəllim məktəblər arası yarışlarda daima öz məktəbini tərifləməklə yanaşı, digər müəllimlərin və şagirdlərin savadsızlığından bəhs edir. Onda bu layallığın tələbinin pozulmasıdır. Bu elə əslində doğrudur, layallığın pozulmasıdır. Yanlışın altında da burada doğru variant veriblər. Ona görə biz bunu götürməyəcəyik. 11-də mədəni davranış, layallıq, ictimai etimad uzlaşdırmalıyıq. Müəllim dərs zamanı şagirdlərin fərqli yanaşma və düşüncələrini qəbul etmir, öz fikirlərini şagirdlərə aşılamağa çalışırdı. Burada görürük ki, müəllim təmkinlilik nümunəsi göstərmir. Həmçinin tənqidi fikirlərə, iradlara hörmətlə yanaşmır, kobudluq edərək öz fikirlərini şagirdlərə aşılamağa çalışır. Bu, mədəni davranışın pozulmasıdır, 1-ə A-dır. Müəllim yenilənmiş dərslikləri bəyənmədiyini sosial şəbəkələrdə bildirir. Bu da layallığın pozulmasıdır, 2-yə B-dir. Müəllim peşə nüfuzunu möhkəmləndirməyə borcludur. Bu isə ictimai etimada aiddir. Ona görə də cavabımız E bəndi olacaq. Müəllim dərsdə müharibə zamanı insan hüquqlarının pozulması ilə bağlı debat təşkil edir. Debatda hər kəs öz fikrini söyləyir deyə bu tənqidi təfəkkürə aiddir. Bu situasiyada müəllim şagirdlərdə hansı səriştəni formalaşdırır və pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını reallaşdırır? Burada deməli, İnsan hüquqlarından danışdığına görə demokratiya və insan hüququna hörmət və eyni zamanda bir milli və bəşəri dəyərlərdən söhbət getdiyinə görə bu şəxsiyyət yönümlülük olacaqdır və bunlar da E bəndində əks olunubdur. 13-də bizdən uyğunluq istəyir. Təhsil verən sosial media hesabında onun və işlədiyi müəssisənin adına xələl gətirən video materiallar, təsvirlər paylaşmamalıdır. Doğru fikirdir. 1-i götürürük. Müəllim vəzifə funksiyasının icrası zamanı insan hüququna və demokratiya prinsipinə əməl etməlidir. Amma bunun qarşısına yazıb ki, ictimai etimad prinsipi. Bu doğru deyil. Bu elə insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət prinsipinə aiddir. 3-də də deyir ki, müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Loyallıq doğrudur, elə burada loyallıqdır. Yanlışın altında doğru olduğuna görə bunu da seçmirik. Müəllim təhsil alanlara qarşı xeyirxah, təmkinli olmalı, tənqidi fikirləri qəbul etməlidir. Amma qarşısına yazılır ki, qərəzsizlik prinsipinin tələbini əslində bu mədəni davranışa aiddir və bu yanlışdır. 4-ün altında
Yanlışın altında 4, bağışlayın. Biz bunu götürəcəyik. Cavabımız 1 və 4 olmalıdır. Bu da D bəndinə uyğun gəlir. 14-cü sualda yanlış fikri müəyyən edir. Rəhbərliyin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Doğru fikir. Etik davranış qaydalarını pozduğu üçün əmək müqaviləsinə xitam verilmiş müəllim bir daha, buraya yazılıb bir daha pedaqoji fəaliyyətlə, bu düzgün cavab deyil, bir il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Elə doğru olmayan burada B bəndidir. Verən təhsil alanı korrupsiyaya qarşı barışmaz ruhunda yetişdirməlidir. Düzdür. Şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. Xidmət vəzifəsini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Bunlar doğru variantlardır. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Məzmun xətti mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətinin konkret bir hissəsidir. Bu yanlışdır. Bu təlim nəticəsinə aid olan bir fikirdir. Bunu biri götürməyəcəyik. Məzmun standartı şagirdin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Məzmun standartı deyəndə burada əsas standart və alt standart nəzərdə tutulur. Bəli, ümumiyyətlə bu belədir. Onda 2 aiddir. Təlim nəticələrini həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi məzmun xəttidir. Bu da doğru fikirdir. Zəruri hissəsidir, ana xəttidir, leytmotividir. Bunları görəndə bilin ki, söhbət məzmun xəttindən gedir. Bu doğrudur deyə götürmürük yanlışın altında. Məzmun xətti tədris iyerarxiyası olub. Sinifdən sinifə keçdikcə dəyişə bilir. Sinifdən sinifə keçdikcə dəyişən alt standartda məzmun xətti dəyişmir. Və bu yanlış fikirdir. Ona görə biz bunu götürəcəyik. Cavabımız olacaq 2 və 4, o da B bəndi. 16-cı sualda müəllim tədbir hazırlayarkən milli geyimlərdən istifadə etməyə şagirdlərə tapşırır. Ona görə ki, müəllim milli kimliyin dərki və milli iftixar hissinin aşılanması səriştəsini formalaşdırmaq istəyir. Bu da şagirdlərimizdə milli bəşəri dəyər aşıladığı üçün şəxsiyyət yönümlülüyə aiddir. Biz bunu götürəcəyik. Müəllim sinifə yeni gəlmiş şagirdləri nəzərə alaraq buzqıran strategiyalarından istifadə edir. Amma bunun qarşısında müstəqil öyrənmə və şagird yönümlülük yazılıbdır. Bu belə olmamalıdır. Bu aiddir əməkdaşlığa. Ona görə götürmürük. Müəllim şagirdlərə problemin həlli üçün orijinal yollar təklif edən layihə hazırlamağı tapşırır. Orijinal yoldan söhbət gedirsə, burada bir yaradıcılıq var və prosesin də mərkəzində şagird dayanıbsa, şagird yönümlülük də var. Doğru fikirdə, amma yanlışın altında olduğuna görə götürmürük. Müəllim şagirdə esse yazarkən bir neçə mənbədən istifadə etməsini tapşırır. Bu olmalıdır. Deməli, müxtəlif mənbələrdən istifadə şagirdin informasiya savadını formalaşdırır, amma qarşısına əməkdaşlıq yazıblar. Və bu yanlışdır. Yanlışın altında yanlış 4-ü götürəcəyik. Cavabımız olacaqdır 1 və 4, A bəndi. Müəllim qrup işi zamanı qaydalar müəyyənləşdirir. Qrup işində iş bölgüsünün şagirdlərin özləri tərəfindən təşkil edilməsinə şərait yaradır və heç bir müdaxilə etmir. Bu situasiyada müəllim şagirdlərdə hansı səriştəni formalaşdırır? Pedaqoji prosesin təşkilinə verilmiş tələblərdən hansını reallaşdırır? Baxın, formalaşdırır deyir. Deməli, burada müəllimin səhvi yoxdur. Müəllim burada çalışır ki, şagirdlər qrup işində bölgü apararaq onların arasında əməkdaşlıq formalaşsın, ünsiyyət yaransın. Bir də harda prosesin mərkəzində şagird görürsünüzsə, şagird iş icra edir, cütlərlə iş, qruplarla iş və yaxud hansısa bir iş üsulundan söhbət gedir, layihədən söhbət gedir. Deməli, orada şagird prosesin mərkəzindədir və bu şagird yönümlülüyün tələbidir. Universitetin yataqxanasında müxtəlif ölkələrdən olan bir qrup tələbə gəlir. Yeni gələn tələbələrin bayrama, geyiminə, qidaya münasibəti digərlərindən fərqlənir. Digər tələbələr isə bu fərqləri anlayışla qarşılayır və onlarla ünsiyyət qurmaqdan məmnun olduqlarını açıq şəkildə göstərirlər. Burada söhbət nədən gedir, hansı səriştədən gedir? Fərqli mədəni xüsusiyyət və dəyərlərə anlayışla yanaşmaq bacarığı. Deməli, düzgün cavab olacaqdır elə A bəndi. Bu B bəndi sizi çaşdırmasın. O deyir, birgə fəaliyyət zamanı qarşılıqlı işləmək bacarığı. Bu birgəlik dəyərlər səriştəsindən mədəni müxtəlifliyə hörmətdə də var. Orada deyir ki, birgə yaşayış qaydalarına əməlidir. Baxın, bu yaşayışla bağlıdır. Amma burada deyir, birgə fəaliyyət zamanı qarşılıqlı işləmək. Qarşılıqlı işləmək varsa, bu fəaliyyət səriştəsindəki əməkdaşlıqla bağlı olacaqdır. Deməli, bura qeyd edək, bu əməkdaşlıqla bağlıdır.
Cəmiyyət qarşısında şəxsi öhdəliklərini dərk etmək, dəyərlərdəki şəxsi və sosial məsuliyyətlə bağlıdır. Öz millətinə mənsubiyyət hissini ön planda tutmaq. Biz bunu bir tərəfdən yaxşı bir his kimi dəyərləndiririk. Milli kimliyin dərki də ola bilər, fəal vətəndaş mövqeyi də ola bilər. Amma bir tərəfdən də əgər öz millətinə qarşı belə seçici yanaşırsa, deməli bu mədəni müxtəlifliyi pozur deməkdir. İctimai proseslərdə fəal mövqe nümayiş etdirmək, ictimai işlərdə də fəallıq göstərmək şəxsi və sosial məsuliyyətlə bağlı ola bilər. Belə də düzgün cavabımız A bəndi oldu. 19-da deyir, sinifdə şagirdlərdən biri davamlı şəkildə digər iki yoldaşı tərəfindən incidilir. Müəllim bu halı müşahidə etdiyinə baxmayaraq heç bir tədbir görmür, düşünür ki, bu işlə məşğul olmaq vaxt itkisinə səbəb olacaq və əsas diqqətini dərsi keçməyə yönəldir. Yanlış addımdır. Demək, müəllim burada şagird üçün lazımi dəstəkləyici şəraiti yaratmayıb, dəstəkləyici mühitin yaradılmasının tələbi pozulub və müəllim burada şagirdləri zorakılıq hallarından qorumur. Çünki bu onun vəzifəsidir, qorumalıdır. O pozulubdur. Ona görə cavabımız 5, 6 və D bəndi olacaq. 20-ci sualda deyir ki, hansı variantda uyğunluq pozulmuşdur? Müəllim sosial mənşəyinə görə təhsil prosesinin iştirakçılarına fərq qoymamalıdır. Qərəzsizlik yazıblar, qarşısına doğru qeyd ediblər, bu uyğundur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Qarşısına qanunçuluq yazılıb və yanlış olduğu qeyd olunubdur. Əslində yanlışdır da, bura yazılmalıydı vicdanlı davranış, onda doğru olardı. Qanunçuluq yazıb qarşısına da yanlış qoyublarsa, deməli səhv ifadədir. Burada səhv olduğunu bildiriblər. Ona görə uyğundur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalıdır. Bu ictimai etimad olmalıdır. Elə yazıblar və doğrudur. Müəllim vəzifəsinə aid olmadığı hallarda dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən çəkilməlidir. Loyallıqdır, amma qarşısında yanlış yazılıbdır. Loyallıq burada doğru yazılmalıydı. Yazılmayıb deyə bu D bəndinə uyğunluq pozulubdur. Təhsil verən təhsil müəssisəsinin nüfuzunu, öz adını uca tutmağa borçludur. İctimai etimaddır, elə qarşısına da doğru yazılıb, deməli uyğundur. Müəllim şagirdin son zamanlar dərsə gecikməyi ilə bağlı valideynlə əlaqə saxlamış və müəyyən məlumatlar əldə etmişdi. Şagirdlərlə təşkil etdiyi iclasda bu məsələni müzakirəyə çıxarmışdı. Müəllim harda səhvə yol verib şagirdin ona məlum olan məlumatlarını sinif iclasında hamı ilə bir yerdə müzakirə edibdir. Bu halda müəllim etik davranış qaydalarının hansını pozmuş olur? Bu, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, hörmət prinsipinin pozulmasıdır. Müəllim gərək belə bir hallara yol verməsin, ona məlum olan məlumatların məxfiliyini qorusun. 22-ci sualı deyir ki, uyğunluq gözlənilmişdir. Təhsil prosesinin təşkili və idarə olunmasında iştirak etmək. Təhsil alanın hüququdur, şagird yönümlülükdür, amma qarşısına yanlış yazılıbdır. Doğru fikrə yanlış yazıblar, uyğunluq gözlənilməyib burada. Təhsildə yoldaşları ilə əməkdaşlıq etmək. Bu da, bayaq onu vurğuladım ki, vəzifədir, amma qarşısına hüquq yazılıb, səhvdir, qarşısına da doğru qeyd ediblər. Səhvə, burada düz deyiblər. Deməli, burada uyğunluq gözlənilməyib. Bunda ikini də silirik variantlardan. Şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq. Bu, müəllimin vəzifəsidir. Biz ona görə onlarda fəal vətəndaş mövqeyi formalaşdırırıq ki, şəxsiyyət yönümlülüyün tələbini ödəyək. Doğru fikirdə qarşısında da doğru yazılıb. Təhsil alanları fiziki və psixi zorakılıqdan qorumaq müəllimin vəzifəsidir və həm də inklüzivliyin tələbidir. Çünki deməli, dərsimizdən hər bir şagirdə bərabər şəkildə pay düşməlidir. Hər bir şagirdin ehtiyac və tələbatı nəzərə alınmalıdır. Ona görə də doğru yazıblar və doğrudur, elə cavab da E bəndi olacaq. 23-də buranı silək, bizə mane olmasın. Şagird yönümlülük, inkişaf yönümlülük və tamlıq. Şagirdlərin təhsil tələbatının ödənilməsinə, onların istedadının reallaşmasına yönəlmişdir. Bu, elə şagird yönümlülüyün tələbidir. 1-ə A bəndi uyğun gələcək. 1-ə A-dır. İnkişaf yönümlülük odur ki,
Pedaqoji prosesdə təlim məqsədləri kompleks şəkildə həyata keçirilir. Bu yox. İnkişaf yönümlülük odur ki, şagirdlərin təhsil nailiyyətini təhlil edək, oradan aldığımız nəticələrə baxıb və yeni perspektiv addımlar ataq, tədbirlər həyata keçirdək. Yəni, şagirdlər inkişaf eləsin. Bu olacaqdır C və təlim məqsədləri bütöv, tam, kompleks şəkildə həyata keçirilirsə, bu tamlıqla bağlıdır. 3-ə də B-ni yazsaq, A, C, B, düzgün cavab olacaqdır B bəndi. Müəllim şagirdlərdə esse yazmanın strukturunu öyrətməyə hədəf qoyur və lövhədə 5 fərqli mövzunun adını qeyd edərək şagirdlərə bildirir ki, hər kəs özünə maraqlı gələn mövzu haqqında esse yazsın. Onsuz da bizim işimiz esse yazmanın strukturunu öyrətməkdir. Orada mövzunu şagirdə seçim kimi təqdim etmək olar. Çünki məqsədimiz mövzunun seçilməyi deyil axı. Hansı mövzu olur olsun, məqsədimiz o mövzuda şagirdin esse yazmaq qabiliyyətini formalaşdırmaqdır. Bu da şagirdin maraq, meyil, tələbatının nəzərə alınması, fərdi seçiminin nəzərə alınması ilə bağlıdır və cavabımız olacaqdır E bəndi. Burada, məsələn, sizi maraqlandıraq ki, A bəndi nə deməkdir? Məqsəd, məzmun, fəaliyyətlərin bir-birinin əlaqəsi bu inteqrasiyaya aiddir. İdrak bacarıqlarının mərhələli şəkildə inkişaf etdirilməsi, şəxsiyyət yönümlülük ola bilər. Bütün şagirdlər üçün eyni şəraitin yaradılması bərabər imkandır. Özünü rahat və təhlükəsiz hiss etdiyi bir mühitin təmin olunması dəstəkləyici mühitdir. 25-ci sualıdır. Məktəbdə nüfuzlu müəllim olan Sevinç müəllim haqqında sosial şəbəkələrdə əsassız iddialar yaranır. Bəzi valideynlər narahatlıq keçirir və məktəb rəhbərinə müraciət edirlər. Müəllim isə vəziyyəti sakit qarşılayır. Valideynlərlə görüş təşkil edir və şəffaf şəkildə izahat verir. Sonda valideynlər onun dürüstlüyünə daha da inanırlar. Deməli, müəllim burada ictimai etimadın bərpasına çalışıbdır. Müəllim şagirdlərin potensialını müəyyənləşdirmək məqsədi ilə fərqli düşünmə və yanaşma tərzinə uyğun tapşırıqlar təqdim edir. Əgər biz şagird potensialını müəyyənləşdirməkdən danışırsa, deməli şagird yönümlülükdür. Paralimpiya oyunları haqqında təqdimat edən şagird sonda hər kəsin idmanla məşğul olmaq haqqı var fikrini səsləndirir. Burada bax, insan hüquqlarından söhbət gedir deyə həm demokratiya və insan hüququna hörmətdir, həm də bu inklüzivlik də bura aiddir. Çünki situasiyanın özündə bir məlumat gizlidir. Bu paralimpiya oyunları nə deməkdir? Paralimpiya oyunları fiziki, görmə və əqli məhdudiyyəti olan idmançıların iştirak etdiyi yarışlardır. Burada da inklüzivliklə onu əlaqələndirib ona görə ki, inklüzivlikdə deyilir ki, psixi, fiziki, intellektual xüsusiyyətindən və sağlamlıq imkanından asılı olmayaraq təhsil bütün uşaqlardan ötürü əlçatan olmalıdır. Deməli, ikisini birləşdiriblər bir A bəndində. 28-də müəllim valideynlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə biruzə verir, əslində verməməlidir. Hətta bu hal şagirdin nailiyyətinin qiymətləndirilməsinə də təsir edir. Demək ki, müəllim burada qərəzsizlik prinsipini pozmuşdur. Əslində biruzə verməməliyik. Valideynlə aramızda olan münasibət şagirdin qiymətinə təsir etməməlidir. Edirsə, deməli biz şagirdə qərəzli yanaşırıq. Aşağıdakı fikirlərdən hansı yanlışdır? İbtidai təhsil səviyyəsində sərbəst təhsil alma formasından istifadə olunması mümkündür. Təhsil alanlar və təhsil verənlər məktəbin daxili nizamnaməsinə əməl etməlidir. Ümumtəhsil pilləsinin istənilən səviyyəsində təhsil alan hər bir şagird psixoloji yardım ala bilər. Summativ qiymətləndirmənin nəticəsindən narazı qaldığı halda yenidən qiymətləndirməni tələb edə bilər. Bəli, bu onların hüququdur. Təhsil alanlar ən azı ildə bir dəfə bilik yarışı və ya olimpiyadalarda iştirak etməlidirlər. Mən bayaq şagird hüquqlarından danışanda dedim ki, şagirdlərin belə bir hüququ var ki, onlar təhsillə bağlı inkişaf yönümlü tədbirlərdə iştirak edə bilərlər. Yəni, bu könüllülük prinsipi əsasında tənzimlənir. Olimpiyadadır, bilik yarışı, fən müsabiqəsi, konfrans, seminar, proqram, layihələr. Və orada bir məcburiyyət, bir öhdəlik yoxdur ki, biz deyək ki, təhsil alan ən azı bir dəfə gedib yarışda iştirak etməlidir. Demək ki, bu variant yanlışdır.
30-cu sualda alt standart və məzmun xətti. Təlim nəticələrini reallaşdırmaq üçün müəyyənləşdirilmiş məzmunun əsas hissəsi, ana xətti, leytmotivi. Bu aiddir məzmun xəttinə. Səviyyələr üzrə dəyişməz olaraq qalan, o da məzmun xəttidir. AB-nin eyni yerdə olduğu iki variantımız var. Şagirdin bilik və ya bacarıq səviyyəsinə qoymuş tələb bu alt standarta aiddir. Fənnin əsas istiqaməti məzmununu müəyyənləşdirən ana xətti. Bu da məzmun xəttidir. Baxın, xətt. Belə ya da saxlaya bilərsiniz. Onda variant aydındır da. 1-ə C və Y olacaq. Yeni də oxuyaq. Siniflər üzrə summativ qiymətlənmənin aparılmasını təmin edir. Bəli, alt standartdan asılıdır. 1-ə C, Y, 2-yə A, B, D. Düzgün cavab olacaq A bəndi.